Suriyanın cənub bölgəsində fəaliyyət göstərən silahlı qruplar Suriya hökumət qüvvələrinə silahlarını təhvil verməyə razılıq veriblər. Bu barədə Suriya TV məlumat yayıb. Suriya Təhlükəsizlik Qüvvələrinin xüsusi təyinatlı dəstələri ölkənin cənubunda yerləşən Dəra vilayətində keçid hökumətinə tabe olmayan silahlı qruplaşmaların dayağı hesab edilən 4 bölgəyə nəzarəti bərpa edib. Seyfara, Sayda, Əl-Ciza və Əl-Səhva qəsəbələrində yerli qəbilə şeyxləri ilə əldə edilən razılaşmadan sonra silahlı dəstələr hökumətə silahlarını təhvil veriblər. Məlumatda həmçinin qeyd edilir ki, bir neçə gün öncə silahlı toqquşmaların və komendant saatının tətbiq edildiyi Bəsra Əş-Şam şəhərində də asayiş təmin olunub. Dəra vilayətinin qubernatoru Ənvər Əzzubi bildirib ki, qarşıdurmaları törədən şəxslər hüquq mühafizə orqanlarına təhvil veriləcək. Qeyd edək ki, aprelin 8-də Dəra əyalətinin Yədudiyyə qəsəbəsində naməlum şəxslər tərəfindən keçmiş Suriya Azadlıq Ordusunun komandiri Məhəmməd Xalid Ət-Xatib öldürülüb. O, 2018-ci ildə yaradılan və bölgədə təhlükəsizliyə nəzarət edən hərbi komitənin üzvü olub. Son günlər cənub bölgələrində silahlı qruplar arasında baş verən toqquşmalar nəticəsində azı 15 nəfər həlak olub, 24 nəfər isə yaralanıb.